Niyə görəsən insan uğurunu kiminlənsə bölüşəndə həmin iş alınmır? Öz əllərimlə əkdiyim xurma ağacının meyvələrini dərirdim. Dedim biraz sizinlə dərdləşim. Bir neçə təcrübəmi bölüşüm. Belə bir söz eşitmişəm ki, diqqət çəkən düşmən çəkər. Necə də doğru söz imiş. Son bir neçə aya qədər hamıya hər şeyimi deyən biri idim. Amma anladım ki, yaxşı gedən işlərin sirri heç kimə heç nə danışmamaq imiş. İşlərin yaxşıdır, sus. Xoşbəxtsən, sus. Duaların qəbul olur, sus. Dərdin sərin yoxdur, sus. Ən doğru yol susmaqdır. İşlərinizin irəliləməsinin tək yolu onları gizlin saxlamaqdır. Çünki hər nemət sahibi qısqanılır. Hələ sizə bir insan tipi deyəcəm. Onlardan ümumiyyətlə qaçıb canınızı qurtarın. Bilirsiniz kimlərdilər? Həyatında hər şey yolunda olmasına rəğmən ağlayan, nəfsin, pis enerjisin qarşısındakinin üzərinə tökənlər. Ağlaşmaq qurur, amma realda isə səndən daha yaxşı yaşayır. Biraz gec olsa da fərqinə vardım ki, ən gözəl vərdiş elə susmaq imiş. Bir dəfə bu dediyimi sınayın. Görün həyatınız necə gözəlləşəcək. Bəs sizin həyatınızda belə insanlar olub? Mütləq rəy bölməsində bölüşün.